إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Daxilin salih olmasının təzahürlərini götürdük, sonra səmərlərini götürdük. İnşallah indi isə səbəblərinə başlayırıq. Yəni insanın daxilinin salih olmasının səbəbləri. Allah Teala öz lütfü və mərhəməti ilə əgər qulunda sadiqlik, doğruluq görərsə, yəni daxilini islah etmək üçün, o qarışıqlıqlardan təmizləmək üçün və bu işdə hərisliyində doğruluq görərsə, Allah Teala o qulunu qəlbini islah etmək üçün vasitələrə müvəffəq edər və onu əldə etmək üçün buna yardım edər. Vasitələrdən birincisi dua etməkdir. Allahın qarşısında icabət saatlarında, duaların qəbul olunan vaxtında daxilin salih olması üçün, islah olması üçün yalvarmaqdır. Və həmçinin fəsadın aradan qalxması üçün, təmizlənməsi üçün dua edərək yalvarmaqdır. Və bu vasitə də qəlbin islahı üçün ən böyük vasitələrdən biri sayılır. Belə ki, qəlblərə sahib olan və qəlbləri sabit edən və fəsadını aradan qaldıran yalnız Allah'tır. Allah Teala qəlbləri çevirəndir. Və qəlblərə iman və yəqini lütf edən odur. Və buna görə də müminin üzərinə düşən, vacib olan, tək olan Allah'a yönəlməsidir. Və bunu tək olan Rəbbindən istəməsidir. Allah Teala'nın sabit etdiyi kimsə sabit qalır. Yalnız onun qoruduğu kimsə qorunur. Allahın müvəffəq etdiyi insan müvəffəq olur. Məxzul isə, yəni məhrum insan isə Allah Teala'nın yardımını kəsdiyi insandır. Mutarrif İbni Abdillah İbni Şixir rahimehullah deyir ki, xeyirləri özündə əhatə edən işlər haqqında düşündüm. Və gördüm ki, xeyirlər, oruç, namaz, bunlar hamısı Allahın əlindədir. Və Allahın əlində olanı da ondan istəmək lazımdır ki, sənə versin. Və ona görə nəticə olaraq o nəticəyə çatdım ki, xeyirləri özündə əhatə edən duadır. Və bu da Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin hədiyi, yəni yolu idi. İnsanlar içərisində imanı ən kamil olan və ən doğru yolda olan hidayət və nur Rasulu, bununla yanaşı çox vaxt Allah'tan hidayət istəyərdi. Doğruluq, müvəffəqiyyət istəyərdi. Və qəlbinin sabit olmasını, salamat olmasını, islahını və çirkabdan təmizlənməsini Rəbbindən istəyərdi. Və həmçinin ona tabi olanlar, onu sevənlər və onun yolunu gedənlərin halı da belədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ən məşhur dualarından keçir ki, Allahümmə musarrifəl qulubi sarrif qulubənə alə taatik. Allahım, qəlbləri çevirən qəlbimizi itaətinə çevir. Və başqa duasında deyir ki, Allahümmə hdini və səddidni. Allahümmə inni əsəlükəl huda və sədad. Allahım, məni hidayət et və mənə sədad ver. Yəni, doğru əməllərə, doğru işlərə müvəffəq et. Mən səndən hidayət və sədad, yəni doğruluq istəyirəm. Və həmçinin
başqa duasında deyərdi ki, Rabbi təqabbel tövbəti. Ey Rəbbim, mənim tövbəmi qəbul et. Vəğsil həvbəti, günahımı sil. Və əcib dəvəti, duamı qəbul et. Vəhdi qalbi, və qəlbimi hidayət et. Və səddid lisani, və dilimi doğrult. Və thəbbit hüccəti, və hüccətimi, dəlilimi möhkəm et. Vəslul səximətə qalbi, və qəlbimin qatılığını aradan qaldır. Və həmçinin əhatəli dualarından birində də keçir ki, Allahumma aslih li diniyəl-ləzi huvə ismatu əmri. Allahum, mənim dinimi islah et. Hansı ki, mənim işimin qorunması dinimə görədir. Və aslih li dünyayəl-ləti fiyhə məaşi. Mənim məişətim, yaşayışım olan dünyamı səhmana sal. Və aslih li axirətiyəl-ləti fiyhə məadi. Və mənim qayıdış yerim olan axirətimi səhmana sal. وَاجْعَلْ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ. Həyatı hər bir xeyri etməyə, artırmağa vəsilə et. وَاجْعَلْ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍ. Və ölümü də hər bir şərdən bir rahatlıq et. Və bu dua haqqında alimlər deyir ki, əgər duaların qəbul olunan vaxtına təsadüf etmisənsə və həmçinin vaxt daralıbsa, yəni bu duanı et, çünki bu dua əhatəlidir. İnsan bu duada həm dinin qorunmasını, həm dünyasının qorunmasını və həmçində axirətinin də səhmana düşməsini Rəbbindən istəyir. Digər duasında yenə Peyğəmbər s.ə.v deyərdi ki, Allahum həbbib ileynəl iman. Allahım, imanı bizə sevdir. Və zeyyinhu fi qulubina. Onu qəlbimizdə bəzə, gözəlləşdir. Və kərrih ileynəl kufra vəl fusuqa vəl isyan və cealna minər raşidin. Küfrü, fasiqliyi və asiliyi bizə pis göstər və bizi doğru yolda olanlardan et. Və həmçinin digər duasında Allahümmə zeyyinə bi zinətil iman. Allahım, bizi iman zinəti ilə zinətləndir. Və cealnə hudətən muhtədin. Və bizi doğru yolda olub, doğru yolu göstərənlərdən et. Allahümmə inni əsəlükə thəbətə fil əmr. Bu başqa duadır. Allahım, İşdə sabitliyi səndən istəyirəm. Vəl-əzimətə alə-rüşd. Və doğru yolda qətiyyət istəyirəm. Və əsəlükə şükra ni'mətik. Sənin nimətinə şükr etməyi səndən istəyirəm. Və husnə ibadətik. Və gözəl ibadəti səndən istəyirəm. Və əsəlükə qalbən səlimə. Səndən salamat qəlb. Və lisanən sadiqa. Və doğru dil səndən istəyirəm. Və əsəlükə min xeyri mə tə'ləm. Sənin bildiyin xeyirlər səndən istəyirəm. Və əuzu bikə min şərri mə tə'ləm. Sənin bildiyin şərlərdən sənə sığınıram. Və əstəğfirukə limə tə'ləm. Sənin bildiklərindən səndən bağışlanma diləyirəm. İnnəkə əntə allamul quyub. Həqiqətən sən bütün qeybləri bilənsən. Və bu birinci vəsilə oldu, birinci səbəb. İnsan qəlbini islah etməsi üçün duadır. İkinci vasitə, qəlbin islahı üçün ikinci vasitə Allah Teala'nı tanımaq, Allahı təzim etmək, Allah Teala'nı sevmək, ad və sifətlərini, uca adlarını, gözəl adlarını və uca sifətlərini bilərək Allahı sevməklə olur. Bu ikinci vasitədir. Və xüsusən də adlar içərisində Əs-Səmi', hər şeyi eşidən, Əl-Basir, hər şeyi görən, Ər-Raqib, nəzarət edən, Əş-Şəhid, hər şeyə şahid olan, bilən, görən, bu mənalar özündə əhatə edir. Əl-Azim, əzəmətli olan, Əl-Kəbir, böyük olan, Əl-Xabir, hər şeydən xəbərdar olan, Əl-Rahim, Əl-Aziz, Əl-Rahman, Əl-Rahim, Əl-Zahir, Əl-Batin, Əl-Ğani, Əl-Kərim. Yəni bu adları bilmək insanın qəlbinin islahına səbəb olur. Yəni insanın qəlbində Allah qorxusu, ümid, sevgi, təzim və Allahı ucaltmaq yaradır və həmçinin təvəkkül yaradır, təslimiyyət yaradır Allahın əmrlərinə. Yəni bu adları bilmək. İbn-i Qayyim rahimehullah buyurur: فإن الله جل ثناؤه وتقدست أسماؤه إذا أراد أن يكرم عبده بمعرفته وجمع قلبه على محبته شرح صدره لقبول صفاته العلى وتلقيها من مشكات الوحي. Əgər Allah Teala
bir quluna özünü tanımağı və qəlbini sevgisinə yönəltməyi ikram edərsə, onun köksünü, uca sifətlərini qəbul etmək üçün açar və bunları da vəhiydən alar. Və idə varada aleyh şey'u minhə, o vəhiydən, yəni Quran və sünnədən bu barədə bir şey gəldiyi zaman onu qəbul edər. Razılıqla onu qəbul edər, təslim olar və həmçinin ona boyun əyər. Və bununla onun qəlbi nurlanar, köksü genişlənər. Və həmçinin qəlbi sevinç və sevgi ilə dolar. وَلَيْسَتْ حَاجَةُ الْأَرْوَاحِ قَطُّ إِلَى شَيْءٍ أَعْظَمْ مِنْهَا إِلَى مَعْرِفَةِ بَارِئِهَا وَفَاطِرِهَا. Yəni ruhların ən böyük ehtiyacı yaradanı tanımağa olan ehtiyacdır. Ən böyük ehtiyac. Bundan başqa ehtiyacı yoxdur. وَمَحَبَّتِهِ وَذِكْرِهِ وَالْاِبْتِهَاجِ إِلَيْهِ. Ona olan, onun sevgisinə, onu zikr etməyə və dilini onunla, onu zikr edərək islaq etməyə ehtiyacı vardır. وَطَلَبُ الْوَسِيلَ إِلَيْهِ وَالزُّلْفَ عِنْدَهُ وَلَا سَبِيلَ إِلَى هَذَا إِلَّا بِمَعْرِفَةِ أَوْصَافِهِ. Və həmçinin ona yaxınlaşmaqdır və ona yaxınlaşmaq üçün də onu tanımaqla olur. Vəsflərini və adlarını bilməklə olur. فَكُلَّمَا كَانَ الْعَبْدُ بِهَا أَعْلَمْ. Yəni insan nə qədər Rəbbini yaxşı tanıyarsa və bir o qədər də ona yaxın olar. وَكُلَّمَا كَانَ لَهَا أَنْكَرْ كَانَ بِاللّٰهِ أَجْهَلٍ. Və nə qədər insan o adlardan uzaq olarsa, tanımazsa və bir o qədər də Allah barəsində cahil olar, uzaq olar. Və başqa bir yerdə yenə İbn-i Qayyim rahimehullah buyurur: İlmul abdi bi teferrudi Rabbi Teala bid-durri vel-nef'i vel-ata vel-men'. Yəni insanın bilməsi ki, zərər, mənfəət, vermək, qarşısını almaq, yaratmaq, ruzi vermək, diriltmək və öldürmək bu tək olan Allaha aiddir. Və bu insanda daxilən təvəkkül ibadətini yaradır. Və ləvazimü təvəkkül və səməratu zahirə. Və təvəkkülün yeri qəlbdir və təvəkkülün gərəkdirdiyi səmərələr də zahirdə ortaya çıxır. Və həmçinin buyurur ki, insanın bilməsi ki, Allah Teala hər şeyi eşidəndir, hər şeyi görəndir, hər şeyi bilir. Heç bir şey Allaha gizli qalmır. Göylərdə və yerdə zərrə qədər Allaha gizli heç nə yoxdur. Və Allah Teala hər bir gizlini bilir. Allah Teala gözlərin xain baxışını bilir və sinələrdə gizlənəni bilir və bu insanda nə yaradır? Dilini qorumaq, əzalarını qorumaq, qəlbdə olan fikirlərini qorumaq. Yəni qəlbdə artıq Allahın razı qalmadığı fikirləri qəlbinə yerləşdirmir. Və həmçinin əzalar da Allahın sevdiyi və razı qaldığı işlərə yönəlir. Və daxilən də insanda bir həya yaradır. Və həmən həya sayəsində insan haramlardan və çirkin işlərdən çəkinir. Və sonra yenə bu davam edir və buyurur ki, insanın Allahın zəngin olmasını, qani olmasını, Allahın səxavətini, kərəmini, ihsanını, rəhmətini bilməsi isə insanda geniş ümid yaradır. Və bu insanda zahirən və daxilən qulluq ortaya çıxardır. Yəni insanın Rəbbinə olan, Rəbbini tanımasına görə və bu barədə olan elminə görə. وَكَذَلِكَ مَعْرِفَةُ بِجَلَالِ اللّٰهِ وَعَظَمَتِهِ. Və həmçinin Allah Teala'nın cəlalını və əzəmətini, izzətini bilməsi insanda mütülük, təvazökarlıq və sevgi yaradır. وَتُثْمِرُ لَهُ تِلْكَ الْأَحْوَالَ الْبَاطِنَةِ أَنْوَعًا مِنَ الْعُبُودِيَّةِ. Yəni bu insanda həmçinin müxtəlif növ, həm daxili və zahiri ibadətlər yaradır, ortaya çıxardır. Yenə üçüncü bir yerdə buyurur, Allahın ad və sifətləri ilə Allaha ibadət etmək haqqında. Ona gəlir ki, Allahın adları ilə ibadət etmək. Məsələn, Allahın adlarından Əl-Əvvəl, Vəl-Əxir, Vəl-Zahir, Vəl-Batin adlarıdır.
Ve taabbud bi hadhihi esma rutbetani. Yani bu adlarla Allah'a ibadet etmeyin iki mertebesi vardır. Birinci, en teşhedel evveliyete minhu teala fi kulli şey. Yani sen artık her bir şeyde Allah'ın en birinci olmasını şahitlik edirsən. Vel ahiriyete ba'de kulli şey ve en son olmasını şahitlik edirsən. Ve aynı zamanda vel ulu vel fevki, yani Allah Teala'nın her şeyden yukarıda olmasına şahitlik edirsən. Vel batın ise her şeyden sana yakın olmasını şahitlik edirsən. Fel mahluku yahcibuhu mislehu amma huve duneh. Görsən, məxluq elədir ki, onun qarşısına alan şeyler vardır. فَيَصِرُ حَاجِ بَيْنَ وَبَيْنَ الْمَحْجُوبِ وَالرَّبُّ جَلَّ جَلَالُهُ لَيْسَ دُونَ شَيْءٌ أَقْرَبْ إِلَيْهِ الْخَلْقُ مِنْهُ. Ama Allah'la kiminsə qarşısında bir pərdə yoxdur. Və Allah'tan insana daha yaxın olan yoxdur. Və ikinci mərtəbəsi isə, yəni bu birinci elə bir ki elmə qayıdır, ikinci isə bu her bir adın gerektirdiği formada insanın Allah'a ibadet etmesidir. فَيُعَامِلُ سَبْقَهُ تَعَالَى بِأَوَّلِيَّتِهِ لِكُلِّ شَيْءٍ وَسَبْقَهُ بِفَضْلِ وَإِحْسَانِ الْأَسْبَابِ كُلَّهَا بِمَا يَقْتَضِي ذَلِكَ مِنْ إِفْرَادِهِ وَعَدَمِ الْإِلْتِفَاتِ إِلَى غَيْرِهِ وَالرُّثُوبِ سِوَاهُ. Deməli, insanın artıq biləndə ki, Allah Teala birinci olmaqda hər şeyi qabaqlayıb, Allah'tan birinci heç nə yoxdur. Və həmçinin lütf və ihsan, yəni bunun səbəblərində ən birinci, yəni Allah'dır. Və bu nəyi gərəkdirir insanda? Allah'tan başqasına yönəlməməyi və Allah'tan başqasına bel bağlamamağı və Allah'tan başqasına təvəkkül etməməyi gərəkdirir. Sonra Allah'a El-Əxir adıyla ibadet edirsən. Bi en tec'ale vahdehu gayeteke allati la gayete leke siva. Demək, el-axir adıyla sənin Allah'a ibadet etməyin yalnız ona gayənin olmağındır. Yəni ondan başqa sənin gayən olmamalıdır. Və bundan arxada sənin tələb etdiyin bir şey olmamalıdır. Fəkəmə intəhət ileyhil əvaxir. Bütün sonlar ona çatırsa, onda kurtarırsa ve kana ba'de kulli ahir, Allah Teala her sonuncudan sonradır. Fekezalike ic'al nihayete ileyhi, ve sen de öz sonunu ona tərəf yönelt. Fe inne ila rabbikel muntaha, bütün sonlar qayıdış yeri onadır. İleyhi intahatil esbab vel gayet, sebebler ve gayeler ona tərəf kurtarmıştır. Feleyse vara'ahu marma yuntaha ileyhi, ondan arkada insanın yönelecek, kurtaracak bir şey yoktur. Vakat tekaddeme tembih ala zalike ve ala ta'abbud bismi zahir. Artık bu barədə götürülmüşdür Allah Teala'nın zahir adıyla Allah'a ibadet etmək hakkında. Emme ta'abbud bismil batın. O ki kaldı Allah'ın batin adıyla Allah'a ibadet etmek. Fe idâ şehidte ihâtatuhu bil avalim. Yani artık sen biləndə ki Allah Teala bütün kainatı əhatə edir. Ve bununla yanaşı Allah Teala kula yaxındır. Ve zuhur bavatini lehu, bütün gizlinler onun için aşkardır. Ve ennehu la şey'e beynehu ve beyneha, onunla Allah arasında gizli olan hiç ne yoktur. Fe amelehu bi muqtada zalike şuhud. Yani insan bu ilmiyle, bunu bilmesiyle, bunun gerektirdiğiyle Allah'a ibadet edir. Ve ona göredir sen artık bunu bildikten sonra sen dahilini temizlemelisin. Fe innehu indehu alani. Çünkü senin dahilin onun için bir aşkardır. Ve aslih lehu gaybek, ve o təklikdə, qeybdə olmaq, yəni qeyb, yəni gizlində olmağını islah et. Fe innehu indehu şehada. Çünkü o bütün gizlinlər Allah için yəni aşkardır ve sen dahilini temizle. Fe innehu indehu zahir. Çünkü o da senin dahilinde zahirdir. İz İbn Abdüsselam rahimullah der ki, fehmu maani esmaillahi subhanahu azze ve celle vesiletu ila muameleti bi temaratiha minel khawfi ve raca vel mehabe. Allah Teala'nın adlarını bilməyin mənalarını bilmək, başa düşmək, onun səmərələri olan qorxu, ümid, sevgi və təvəkküllə Allah'a ibadet etməyə bir vəsilədir. Və həmçinin bunun digər vasitələri vardır. Ve Si'di rahimehullah buyurur.
İnnel imane bi əsmaillahil husna. Həqiqətən Allah Teala'nın ad və sifətlərinə insana iman gətirməsi və bu adların özündə əhatə etdiyi tövhidin 3 növünü bilməsi. Rububiyyət tövhidi, uluhiyyət tövhidi, ad və sifətlər tövhidi. Bunlar imanın ruhudur, əslidir və qayəsidir. Yəni insan nə qədər Allahın adlarını daha çox bilərsə, sifətlərini bilərsə və bir o qədər də imanı artar və yəqini güclənər. Və burada vasitələrdən gətirir ki, İslah bi ba'd nəmazic, bəzi nümunələr olaraq, hansı ki onlar Allahı tanımışlar, Allahın adlarını bilmişlər və Allah Teala'ya o adların gərəkdirdiyi mənalarla Allaha ibadət etmişlər. Və onların əsərləri daxillərini islah etməkdə ortaya çıxmışdır, həm də zahirini. Muaz ibn Cəbəl radiyallahu anhunun ölümü gəldiyi zaman deyir ki, unzuru və asbahnə. Baxın, deyir, sabahladıqmı? Yəni, baxın, gecə vaxtıdır, baxın, səhər açılıbmı? Və ona gələrək deyirlər ki, hələ yox. Fəqalə unzur, yenə müəyyən vaxtdan deyir, baxın, sabahladıqmı? Fəutiyə fəqilə ləhu, yenə gələrək deyirlər ki, hələ yox. Hətta utiyə fi ba'di zəli fəqilə qədəs. Sonra gəlib deyirlər ki, bəli, artıq fəcr doğmuşdur. Onu işləndə deyir ki, qalə əuzu billahi min leylətin sabah və ilən nar. Və deyir ki, səhəri cəhənnəmə aparan, cəhənnəmə olan gecədən Allaha sığınıram. Mərhəbən bil mevti mərhəbə. Ölümü salamlayır, xoş gəldin deyir. Zəirun məğib, yəni qeybdə olan bir qonaq idi. Həbibun cəalə fəqa və ehtiyac vaxtında gələn bir dost. Allahumma inni kuntu əxafuk. Allahum, mən səndən qorxurdum. Fə ənəl yevmə arcu. Bugün isə sənə ümid bəsləyirəm. Allahumma innəkə ta'ləm ənni ləm əkun uhibbud dünya və tuləl bəqa fiyhə li cərril ənhar. Allahum, sən bilirsən ki, mən dünyanı orada qalmaq üçün, orada çaylar axıtmaq üçün sevməmişəm və yaxud ağaclar əkmək üçün sevməmişəm. Lakin dünyanı sevmişdim. İsti günlərdə, uzun isti günlərdə susuz qalmaq üçün və gecə saatlarında ibadətə qatlaşmaq üçün və alimlərin yanında zikir halqalarında diz çökərək oturmaq üçün sevmişdim. Həmməd ibn Sələmə Süfyan Əs-Səvrini ziyarət edir və Süfyan deyir ki, ya Əbə Sələmə, ətərallaha yağfir limitli. Deyir ki, ey Əbu Sələmə, nə deyirsən? Allah Teala mənim kimisini bağışlayarmı? Və Həmməd deyir ki, vallahi, ləv xuyyirtu beynə mühasəbətillahi iyyəyə və beynə mühasəbəti əbəvəy, ləxtərtu mühasəbətəllah. Deyir, Allaha and olsun ki, əgər mənə seçim verilsə, yəni qiyamət günü, məni Allah mı hesaba çəkəcək, yoxsa valideynlərim? Mən Allahın məni hesaba çəkməsini seçərəm. Çünki Allah Teala mənə öz valideynlərimdən daha rəhimlidir. Hümeyd Ət-Tavil Süleyman ibn Aliyə deyir ki, mənə moizə et. Və qalə ləin kuntə idə asaytəllah xaliyən zanəntə ənəhu yarak ləqəd iştəratə alə əmrin azim. Deyir ki, əgər sən təklikdə günah etdiyin zaman düşünürsənsə ki, Allah Teala səni görür, artıq böyük bir işə cürət etmisən. Əgər yox, düşünürsənsə ki, Allah Teala səni görmür, o günah etdiyin zaman artıq küfr etmisən. İbn Xabiq deyir ki, mənə Hüzeyfə Əl-Mər'aşi belə dedi. Deyir, insan bu 4 şeylədir. 2 gözü, dili, havası və qəlbi. Fanzur ayneykə la tanzur bihimə ilə mə la yəhillu lək. Sən gözlərinə bax. Gözlərinə diqqət yetir və gözlərinlə sənə halal olmayan bir şeyə baxma. Və dilinə diqqət yetir, dilinlə Allah Teala'nın sənin qəlbində əksini bildiyi bir şeyi demə. Vanzur qalbək, la yekun fi ghillun və la dağalun alə ahadi minəl muslimin. Və qəlbinə diqqət yetir və qəlbində müsəlmanlardan heç birinə qarşı kin, küdurət olmasın. Vanzur ilə havak və öz nəfsi istəyinə bax. La təhva şeyən yusqitullah. Allahı qəzəbləndirən bir şey istəmə, meyl etmə. Fəmə ləm təkun fik.
Hədil arba xisal fərramadu alə rasik. Əgər bu xislət, bu 4 şey səndə olmasa, başına kül olsun. Hatim Aslam deyir ki, təahid nəfsikə fi thələth. Yəni 3 yerdə öz nəfsini axtar. İzə amiltə fəzkur nazarallah ileyk. Əməl etdiyin zaman Allahın sənə olan baxışını xatırla. Və izə təkəlləmt fəzkur səm'allahi mink. Danışdığın zaman Allahın səni eşitməsini xatırla. Və izə səkət fəzkur ilməllahi fik. Və sustuğun zaman Allahın səni bilməsini, sənin halını bilməsini xatırla. Xatib Bağdadi rahimehullah deyir ki, Ənbənəl Cəvhəri, Cəvhəri bizə xəbər verdi, o da Mərzəbanidən deyir ki, Həddətənə Əhməd ibn Muhammed ibn İsa, Həddətənə Əbul Aynə, qalə Həddətənə Əbul Aynə, və o da deyir ki, Əbul Aynə bizə belə danışdı. Qalə Məhəccəl Məhdiyyu dəxələ məscidi Rasulullah sallallahu aleyhi ve sellem fələm yəbqə əhədun illə qamə illə İbn Əbi Zib. Və o həcc etdiyi zaman Peyğəmbər sallallahu aleyhi ve sellem məscidinə gəlir və onu görən hər kəs ayağa qalxır İbn Əbi Zibdən başqa. O da alimlərdən olur. Fəqaləhul Museyyib ibn Zuheyr qum hədə əmirul müminin. Museyyib ibn Zuheyr deyir ki, qalx, bu möminlərin əmridir, yəni o məscidə gələn. Fəqalə innəmə yaqumu nəs li rabbil aləmin. O da deyir ki, alim, insanlar aləmlərin Rəbbi üçün ayağa qalxır. Fəqalə Məhdi, Məhdi deyir ki, ona toxunma, deyir, başımda olan deyir, tüklər biz durdu. Vəqalə İbrahim Nəşəs, İbrahim Nəşəs deyir ki, mən rəaytu əhədən kənəllahu fi sa'ada minəl Fudayl. Yəni Fudayl ibn İyad rahimehullahdan daha qəlbində Allah qorxusu böyük olan bir kimsəni görmədim. Yəni idə zəkərallah, zükirə indəhu, əv səmi'əl Quran, zahara bihil xovf vəl hüzün. O Allahı zikr etdiyi zaman və yaxud da onun yanında zikr olunduğu zaman, Quran eşitdiyi zaman onda qorxu və kədər hiss olunardı. Və fadat aynəhu və bəkə, və gözlərindən yaş axar və ağlayardı. Hətta yərhəməhu mən bi hadratihi, və ətrafında olanlar ona rəhm edərdilər. Ma'mar, o da Əyyubdan, o da Nafi'dən, o da başqasından rəvayət edəkdir ki, ənə rəculən qal İbn Umar radiyallahu anhuma, bir kişi İbn Umar radiyallahu anhuma deyir ki, ya xeyran nəs, av İbn xeyran nəs, ey insanların xeyrisi və yaxud insanların xeyrisinin oğlu. Və qalə mə ənə bi xeyrin nəs, və lə İbn xeyrin nəs. Nə mən insanların xeyirlisiyəm, nə də insanların xeyirlisinin oğluyam. Və ləkin abdun min ibadillah. Lakin mən Allahın qullarından birisiyəm. Arcullaha və əxafu. Allah'a ümid bəsləyir və Allahdan qorxuram. Vallahi lən təzəlu bir racul həttə tuhliku. Vallahi siz belə insanlarda belə davam etsəniz, nəhayətdir onu həlak edirsiniz. Onu həlak edirsiniz. Bu ikinci vasitə oldu. Birinci vasitə dua, ikinci vasitə Allah Teala'nın ad və sifətlərini bilmək. Vaxtımız var mı? Kifayətdə nə? 10 dəqiqə, 15 dəqiqə. 20 dəqiqə var. 55 dəqiqə. Yaxşı, götürəm. Üçüncü vasitə isə arzunun qısa olması. Dünyaya bağlanmamaq və daima ölümü xatırlamaq, axır günü xatırlamaq, axirət gününü və Allahla görüşmək üçün hazırlaşmaq. Bu ona görədir ki, qəlbləri ən çox bulandıran və insanın daxilini körlüyən dünyaya bağlanmasıdır. Ahirətdən qafil olmasıdır. Çünki insan qəlbi dünya sevgisi ilə dolarsa, dünyanı ahirətdən üstün tutarsa, artıq moizələr o qəlbə yer tapmır. Nəsihətlər o qəlbə təsir etmir. Və artıq o qəlbə afatlar, xəstəliklər üz verir, nəhayət o qəlbi bulandırır. Və artıq zülmət, qaranlıq içərisində olur. Nə yaxşını bilir, nə də pisi inkar edir. Yalnız havasına, nəfsi istəyinə uyğun gələndən başqa. Artıq dünya onun məqsədinə çevrilir, dünyaya görə həsəd aparır, dünyaya görə kin, küdurət edir və ona görə xəsislik edir
Ona görə sevir və nifrət edir. Və dünyaya görə kədərlənir, dünyaya görə fərəhlənir. Və bu da insana xəstəlik olaraq və qəlbinin həlak olması və daxilinin körlanması olaraq kifayət edir. Amma bunun əksi isə, nə vaxt ki, insanın qəlbi ölümü xatırlamaqla və ondan sonraki işlərlə, axirət məsələləri ilə dolarsa, dünyadan uzaqlaşar, fani dünyanın bərbəzəyindən uzaqlaşar və onda artıq qəlb təmizlənir, nurlanır və insanın daxili islah olur və bu da sahibi üçün həm dünya və həmçində axirət səmərələrini ortaya çıxardır. Abu Darda radiyallahu anh deyir ki, mən əktərə zikral mevt qallə fərahuhu və qallə həsədu. Yəni, kimdir ölümü çox xatırlayarsa, onun fərəhi də azalar və onun həsədi də azalar. Lakin bu insan üçün necə tamamlanır? Dünyaya bağlanmaması və axirətə yönəlməsi. Və bu barədə İbn-i Qayyim rahimehullah cavab verərək buyurur ki, لا تتم الرغبة في الآخرة إلا بالزهد في الدنيا ولا يستقيم الزهد في الدنيا إلا بعد نظرين صحيحين. Allah'a olan rəğbət dünyaya bağlanmamaqla tamamlanır. Və dünyaya bağlanmamaq üçün iki doğru nəzər, yəni baxış olmalıdır ki, bu hasil olsun. Yəni birinci, ən-nəzaru fid-dunya və sur'ati zavaliha. İnsan dünyanın necə sürətlə yoxa çıxmasına, fani olmasına, naqisliyinə və xislətinə, yəni aşağı olmasına, dəyərsiz olmasına baxmalı. Və ələmil müzahimə aleyhə və l-hirs aleyhə. Və onun üçün yarışmağın və ona görə həris olmağın nə qədər ağrı verməsinə insan baxmalıdır. Və mə fī zəlikə minəl-qusas və-nəğas və-l-ənkəd. Və bunda nə qədər sıxıntılar vardır. Və axiru zəlikə zəval. Və sonda da artıq yoxa çıxmaq və bunun bitməsi vardır. Və bitməklə yanaşı arxasınca da həsrət gəlir və peşmançılıq gəlir. Fətalibuha la yenfəkku min həmmin qablə husulihə. Və dünyanın arxasınca düşən, onu əldə etməzdən əvvəl onda bir dərd, qəm, qüssə yaranır. Və həmmun fi hali zafari bihə. İkinci dərd isə onu əldə edəndə yaranır. Və üçüncü isə itəndə yaranır. Üç halda, həm əldə etməzdən əvvəl, əldə edən vaxtı və həmçinin o itəndə də yaranır. Və bu da baxışlardan birincisidir. Yəni insan dünyanın nə qədər sürətli getməsinə, yoxa çıxmasına və aşağı olmasına baxmalı. İkinci baxış isə insan axirətə baxmalı. Axirətin gəlməsinə. Yəni, elə bil ki, ölüm gəlir. Kullu ətin qarib. Və hər gələn yaxındır. Və həmçinin axirətin davamlı olmasına insan baxmalıdır. Əbədi olmasına. Və orada olan xeyirli işlərin, sevincli işlərin nə qədər şərəfli olmasına. Və orada olanla burada olanın arasında nə qədər fərqin olmasına baxmalıdır. Necə ki, Allah Teala buyurur, وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى. Axirət daha xeyirli və daha baqidir, daha əbədidir. Axirət xeyirləri daha kamil və daimidir. Amma bu naqis, qırıq xəyallar isə yoxa çıxır. فَإِذَا تَمَّ لَهُ هَذَانِ النَّظَرَانِ. Əgər insanda bu iki baxış tamamlanarsa, həm dünyaya olan baxışı, həmçinin axirətə düzgün baxışı və onda insan ağlını işlətməsinə səbəb olur, ağlını işlətməyə gərəkdirir insandan və həmçinin onu xeyirli olanı, dəyərsiz olandan üstün tutmağa yönəldir. Və həmçinin buyurur, فَإِنَّ مَنْ اِسْتَعَدَ لِلِقَاءِ اللّٰهِ اِنْقَطَعَ قَلْبُهُ عَنِ الدُّنْيَا وَمَطَالِبِهَا. Əgər insan Allahla görüşməyə hazırlaşarsa, qəlbi dünya və dünya istəklərindən qırılar. Və nəfsində olan şəhvət alovu, atəşi sönər. Və əxbətə qalbuhu ilə Rabbih. Və qəlbi Rəbbinə tərəf yönələr, müti olar. Və əkəfət həmmuhu himmətu aləllah. Və alə məhəbbə. Onun əsas dərdi, himməsi Allaha, Allah sevgisinə, Allahın rizasını üstün tutmağa yönələr. Və bu insanda başqa bir himmə yaradır. Və digər elmlər. Təkun nisbətu qalbi fiyə ilə dərl-əxirə kə nisbəti cismihi ilə hədi dar. Artıq deyir, onun
qəlbinin ahirətə olan nisbəti bədəninin bu dünyaya olan nisbəti kimi olar. Ba'dən kana fi batni ummihi. Anası bətnində olduqdan sonra necə ki dünyaya gəlmişdir onun bədəni və burada da həmçinin onun qəlbi yenidən həqiqi olaraq doğulur. Necə ki onun bədəni həqiqi olaraq doğulmuşdur. Və kəmə kana batnu ummi hicaban li cismi an hadihi dar. Necə kidir onun anasının bətni onun bədəni üçün bir örtük olmuşdur bu dünyanı görməsində və həmçində insan nəfsi, insan havası da ahirəti görməsində qəlbi üçün bir pərdədir. Fəxurucu qalbi an nəfsihi bərizən ilədə. Artıq onun qəlbinin nəfsindən çıxaraq ahirət diyarına yönəlməsi, onu görməsi elə bir ki onun bədəninin ana bətnindən bu dünyaya çıxması kimidir. Və hədə mə'nə mə yudkar anil Məsih. Və bu da İsa aleyhissalamdan rəvayət olunan məsəl kimidir. Ya bəni İsrail innəkum lən təlicu mələkutəs səmai həttə tulədu marrateyni. Ey bəni İsrail oğulları, yəni siz göyün səltənəsinə qalxa bilməzsiniz 2 dəfə doğulmadıqca. Və ləmmə kən əksərun nəs ləm yulədu hədiyil vilədə thəniyə. Və insanların çoxu da bu ikinci, yəni doğuş onlar üçün hasıl olmadığına görə və təsəvvür etmədiklərinə görə və onlardan biri deyir ki, keyfə yulədur rəcul kəbir əm keyfə yulədur qalb. Yəni böyük insan necə doğula bilər və ya qəlb necə doğula bilər. Ləm yəkun ləhum iləyə himmə və lə əzimə il keyfə yəzim ələ şey mən lə ya'rifu. Yəni artıq onlarda himmə olmamış, qətiyyət olmamış. Əgər insan bir şeyi bilmirsə, onda necə qətiyyət olsun, necə onu təsdiq eləsin. Və lakin idə kuşifə hicabul qaflə, nə vaxt insanın qəlbində qəflət hicabı açılarsa və artıq bunu təsdiq edərsə və onda bilər ki, qəlbi bundan sonra yenidən doğulur. Bundan nəzərdə tutulan odur ki, insanın Allahla görüşmək üçün doğru şəkildə hazırlaşması bütün salih əməllərin açarıdır. Bütün imani halların açarıdır. Və məqamətü səlikin ilallah və mənəzsə iləyhi minəl yaqada və təvbə və linə və l-məhəbbə və rəca və l-xəşə və təvfid və təslim və səl əməl qulu və l-cəvari. Demək, digər o dərəcələr, bu yolda gedənlərin dərəcələri, yəni ayıqlıq dərəcəsi, tövbə dərəcəsi, inabə dərəcəsi, sevgi dərəcəsi, ümid dərəcəsi, qorxu və təslimiyyət dərəcəsi və digər qəlb əməlləri hamısı buna bağlıdır. Və miftəhu zəlik kulli sıdqutta. Bunların açarı, yəni insanın doğru şəkildə hazırlaşmasıdır Allahla görüşə. Vəl miftəh biyədil fəttəhil alim. Və açar da hər şeyi bilən Allahın əlindədir. La ilahə qayruh, ondan başqa ilah yoxdur. İbadət haqqı olan məbud yoxdur və ondan başqa Rəbb də yoxdur. Başqa bir yerdə, üçüncü bir yerdə yenə İbn Qayyim rahimehullah arzunun qısa olması haqqında və onun nə qədər yəni qəlbinin islahı haqqında təsirindən danışır və buyurur ki, "Fəəmmə qısarul əməl" və arzunun qısa olması fəhuvel ilm bi qurbir rahil və o da səfərin yaxın olmasını bilməsidir və həyat müddətinin sürətlə bitməsini bilməsidir. Və huve min enfa'il umuril qalb və bu da qəlb üçün ən faydalı işlərdəndir. Fə innehu yeb'atu alə muafasatil əyyam və intihazil furas. İnsan bunu bildiyi zaman artıq günlərdən istifadə etməyə, vaxtı qabaqlamağa çalışır. Necə ki o bulud sürətlə keçdiyi kimi. Və mübadaratu tayyi sahafil amal və yuthiru sakin azamati ilə daril baqa, artıq insanda şövq yaradır, əbədi diyara, qətiyyət yaradır və onun üçün hazırlaşır və səhlənkarlıq etmir, dünyaya bağlanmır və axirətə rəğbəti olur. Və yəqum bi qalbi idə dəvə mutala'ətə qısal əməl. Əgər bunun üzərində davamlı olarsa, yəni arzunun qısa olması və onda bu dünyanın nə qədər fani olmasını ona göstərir, sürətli bitməsini və yerdə qalanın da nə qədər az olmasını. Yəni bura qədər olanlar nə qədər tez geçmişdir və bundan sonra gələn də olduqca tez gedəcəkdir. Və ənə qad tərəhhələt mudbira. Artıq dünya arxa çevirmişdir və yalnız ondan necə ki qabdan su töküldüyü kimi, o damcı qaldığı kimi az qalmışdır. Və ennəhə ləm yəbqa minhə illə kəmə bəqiyə min yevmin sara şəmsu alə ruusil cibəl. Elə bir ki, günəş dağların başına çatmışdır, yəni az qalıb, artıq batır.
və axirət isə davamlıdır, əbədidir. Və ennə qad tərəhəl muqbilə, axirət isə yoldadır, gəlir. Fəqət əşratuha, artıq əlamətləri gəlmişdir. Və ennəhu min liqaihə kəmusafir xaraca sahibu yetəlaqqa, və o da onu qarşılamaqda müsafir kimidir və onu qarşılamaq üçün yola çıxmışdır. Fəkullu minhumə yəsirlə, onların hər biri ona tərəf gedir. O da belə gedir, insan da gedir, axirət də ona tərəf gəlir. Və onların da qovuşması bir-birinə çox yaxındır. Və bu barədə gələn ayələr də yəni kifayətdir. Bu barədə ayələr vardır və həmçinin hədislər vardır. Hələlik bununla kifayətlənir. Allah təala iştibah yaxşıdan tabi olanlardan etsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və sələm.